Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün axır ki gözünün günlərdən biri gəldi çatdı. Bugün sizdən bir yerdə uzun müddətdə hazırlamadım deyə özüm də biraz narahat qalmışdım bu tərəfdən. Tort resepti bölüşəsiyəm. Bugün biraz fərqli başqa bir tort resepti paylaşmaq istəyirəm. Həm kremi olsun, həm içliyi olsun. Normalda bir neçə ay idi ki, eyni içlikli tortlardan demək olar hazırlayırdım, amma bu səfər dedim qoy bir fərqli eləyək, başqa bir şey hazırlayaq. Axır ki, yəni özüm tort resepti paylaşanda bilmirəm, o qədər xoşbəxt olam ki, elə bil ki, belə nə bilim, böyük bir şey paylaşmışım istəyirəm sizlə. Mən belə işlər görəndə istəyirəm ki, uşaqlar evdə olmasınlar, yəni bağçada olsunlar. Bahçede olan da görüm eləyim. Amma bu səfər hesabım biraz düzgün olmadı. Əslində hesabım düzgün olunmuşdu da bu 1 may bayramlarına görə uşaqlar evdə olasıdılar. Aydan ayın 3'ü olduğuna görə normalda ikisini də hazırlayıram. Amma fikirləşdim uşaqlar əlimin altına dolaşasılar. Ona görə ayın 30'u dedim hazırlayayım. Aprelin 30'u. Biskvit də zaten hazırlayıram. Əvvəllər eləyirdim, yəni vaxtım olmayanda çatdırmayanda bir neçə gün öncədən hazırlayıb soyuducuda saxlayırdım. Və fikirləşdim ki, ayın 30'u eləyərəm. Son yəni bağça günündə ki, uşaqlar bağçada olurlar, əlimin altına dolaşmazlar, rahat hazırlayaram. Bir dənə ayı dolası da, onu da yatan vaxtda yəni hazırlamaq olardı. Prosta sən deyirsə, olsa göyfələk nə sayılır. Elə evə gəlib, aydan yerləşdirib, bir bismillah eləyib tortu hazırlamaq istəyirdim ki, Esra'nın müəllimindən mesaj gəldi ki, bəs Esra xəstələndi, gəl götür. Elə evə gəldiyimdən qayıtdığım bir oldu, yenə bağçaya getdim. Prosta əskər götürmək istəmədim. Nə də olmasa düzdür, bir neçə dəfə gəl olur, biraz çətin olur. Amma düşündüm ki, çox olmasa əskər də olsa olmasın, əlimə o da olsa dolaşmasın. Çünki evdə olanda mənə həqiqətən imkan vermirlər iş görməyə. Əgər məsəl üçün yatanda, heç yatanda zaten səs salmamalıyam. Yatmırlarsa, oyaqdılarsa, əgər mən iş görməməliyəm, yanlarında belə boş-boş oturmalıyım hal-hazırda oturduğum için. Məsələn, televizor açıp televizora baxırlar, yenə də mən yanlarında olmalıyım. Mən havadan durub qapıdan çıxdığım anda sırası dalımca düzülürlər hamısı, yəni xeyri yoxdur. Ona görə yəni uşaqlar evdədirlərsə mən həm də otururam, başqa iş görmürəm, yəni başqa bir aktivite eləmirəm. Ən azından çox istəyim videoda olsa, çəkim belə əlimdə də olsa danışa da sizə. Hər neysə getdim, Esra'nı götürdüm, gəldim, şaşdım ki, sabah da Əsgər evdə olasdı, 3'ü də evdə olanda, başqa tiyen hazırlaya bilməyəsiyəm, ona görə risk aldım. Dedim, qoy bir gün Esra evdə də heç nə olmaz, qoy bir gün hazırlayayım. Biraz narahat eləyəsə də o da 3 dənə uşağın narahat eləmağından, 2 dənə uşağın narahat eləməyə daha yaxşıdır deyə düşündüm və getdim biskviti hazırlamağa. Esra'nı da bağçadan götürəndən sonra bir dənə isterika yaşadıq, yəni videoda çəkmişəm, biraz həblə gülməli fasonu alınır deyə, onu da üçləyərəm, baxasınız nə isterikasıdır, yəni yol boyu bilmədim mən nə qarım. İşte sizə qoyasıyım, özünüz anlayasınız mən. Ay Esra, yapayız, ay Esra. Yapayız Serapna. Мама боится, что делать? Он хороший. Хороший. Да. Esra bayaq sonra dedi ki, mən deyir, heyvanım var. Baxasıyım evdə bəsləyəsin. Mən də fikir verməmişim nədir. Babuçka deyir özdə, kəpənək. Heyvanım dedi, soğulcan yemiş, əlini aldı. Это не бабочка, Esra. Ay o çevi çok babuçka prevratiten şeydi. Ay o çevi çoktu. Soğulcan. Yablaka da yiysən, mənə də yiysən, o evdə bəsləyəndə öyle. Esra yığıb gətirməyəsən, çöldən soğulcanları. Ay oğul, o prevratitsa eləməyəsidir babuçkiyə. Ne будет? Ay oğul, yığməyəsən bir də soğulcan, çöldən. Ondan da öyle ay oğul. Ay Allah'ına qarım, mənə bu uşaqları göndərim kəndə. Yıxsınlar soğulcanlar, gəlsinlər elə başlarına ip keçirib. Allah adına geçsin, yesin yablakasını çöldə evimizdə yeməlidir ki, evimizdəki yablakaları siz deyin, bəsdir.
təbiətdə yaşayan şeydir. Бабочки. Babiçki тоже. А я хочу бабочки. Esra, hani babiçki Esra. Я хочу бабочку. Sən Şəkiyə göndərmək lazımdır acil. Barama, get orada nənələr o evində otur. Yığ nə qədər istəyirsən, bəslə. Ayaq ol, mən sən yaşında olanda mən nənələrimdən böyümüşəm. Бабочку. Get nənələr o yana, nənə baba evi. Kənddə, şəhərdə. А там нету бабочек. Yes, tam много чем здесь, Esra. А почему вы не даете мне базар? Mən nə bilim, nənəm babadla sən göndərəksən. Yələm biləsən, yələnmənəm bir də. Siz nöqtənizdə bir də ha bu qız gəlir. Şu Esra'nı yerdə göndərək nənə babalara yana üstündə də bonus olaraq əsəcək. Uşaq barama kurtuyla kəpənək yetişdirmək istəyir mən bundan Moskvada. Hadi tapım. Hadi yaradım mən uşağa şəraiti. Mən uşağa nə tər böyüdüm, nə tər öyrədim bu şeyləri. Get, nənə ilə, babi ilə qal kənddə, orada yes. И бабочка есть, и собака есть, и волк есть даже. Я не боюсь. Hayatın içine atıram sizi bu. Tərana falan yanına apıram. А вы будете одни дома. Там мы будем сидеть дома. И спать. Да, мы здесь будем спать, вставать, ничего интересного не будем делать. Вы идите там, играйте, təbiəti kəşf eləyin, dünyanı kəşf eləyin, görün babuçka nə tər yaranır, nə bilim. Kirpi var həyətdə, yojik есть даже. А не ладно. Raduga tam тоже часто bывает. Özdə içi bir dənə yox. Я потом хочу и бабочку большую. Yaxşı nənə baba, dinən ki, mən babuçka istəyirəm baxmaq, böyütmək. Gəlim Azərbaycana. Dinən ki, ya хочу к вам, yaxşı, uzun oldu cümlə. Говори. Не буду. Не будешь, mən canımı ala bilsin ama ben хочу. Потому что я очень люблю сильно. Uşaqlar. İndi sizlə biskitin hazırlamasını bölüşəsiyəm. Ardıcıda yəqin ki, növbəti günlərdə ayın ikisində hazırlayarım kremini. Çünki daha öncədən hazırlamağın bir mənası yox düşünürəm. Belə, gedək hələ ki sizlə biskvit hazırlayaq. Videonun ardında da kremləri də gələsiz, narahat olmayın. İlk öncə kənarda un götürmüşəm. Üzərinə qabartma tozu əlavə edirəm. Yaxşı qarışdırıram. Hələlik bir kənarda gözlədirəm. Qozu da indi yaxşı xırdalayıram. Ya blenderdə keçirə bilərsiniz, ya da belə mənim kimi qoz xırdalayandan xırdalaya bilərsiniz. Mən bunda xırdalayasıyam. Qoz da hazırdır. Yumurtaları mikserimə götürdüm. Qeyd edeyim ki, yumurtalar otaq temperaturundadır. İndi birazcık köpürənə qədər yumurtaları çırpıram. Görüyorsunuz kimi yumurta biraz artdı. İndi bura şəkər tozunu əlavə edirəm. Hissə və çırpmağa davam edirəm. Yumurta ağarıb artana qədər. Daha sonra bura otaq temperaturunda olan südü və yağ əlavə edirəm. Yenidən mikserlə birazcık qarışana qədər qarışdırıram. Ayda bağlamaya çalışırım orada. Və hazırdır. İndi bura unu əlavə edirəm. Qabartma tozu ilə bəx qarışdırdığımız. Və aşağıdan yuxarı olacaq şəkildə qarışdırıram ki, yumurtalar sönməsin. Son olaraq keçirdiyimiz qozu da bura əlavə edirik. Yenidən yaxşı qarışdırırıq. Ayda əli ilə qarışdırmaq qərarına gəldi. Amma əllə qarışdırmayın. Belə lapatqazı varsa lapatqı ilə qarışdırırsanız daha yaxşı olar. Və qarışımımız hazırdır. Artıq bişirmək olar. Mən belə bir qabı hazırladım. Və belə qabıma tökdüm. Ayda burada otaka keçirtdim ujaya. Qorxa-qorxa belə əlimlə tuta göndərirəm tortu bişməyə. Qeyd edirəm ki, 180 dərəcədə sobanı qızdırmışam. Hazırdır soba və indi qoyuram bişməyə. Ayda tortu yeməyə başlamadan və dağıtmadan. Biskvit hazırdır. Gördüyünüz kimi içərisini çöplə yoxladım. Yaxşı bişitdi. 180 dərəcəli sobada təxmini
40 dəqiqəyə hazır oldu. Və biskvit hazırdır. Belə 3 dənə biskvit alındı məndə. Bir də bu üstünü kəsdim, götürdüm. İndi Esra'yı yiyəsidir bunu. Yəni çox yumuşaq, çox zərif alındı. Həqiqətən yəqin ki, ucunda hiss olunur. Möhtəşəm də qoxusu var. Bütün evi bürüydü qoxusu. Qaynadılmış, qatılaşdırılmış südü belə bir qaba götürmüşəm. İndi mikserlə birazcık qarışdırıram. Yəni çox çırpmağa ehtiyac yoxdur. Sadəcə bir kütlə halına gəlməsindən ötürü çırpasıyam. Yağı da burada mikserimə götürmüşəm. Qeyd edeyim ki, bütün ərzaqlar otaq temperaturundadır və yağı ağarana qədər yaxşı mikserlə çırpıram. Yağ bu şəkildə yumuşaldı. Kənarda çırpdığım belə qaynadılmış, qatılaşdırılmış süddə göstərim sizə. İndi bunu bura əlavə edirəm və yenidən yaxşıca qarışdırıram. Son olaraq bura krem pendiri də əlavə elədim. İndi mikserin aşağı sürətində birazcık çırpıram. Çox çırpmağa ehtiyac yoxdur. Sadəcə bir kütlə halına gəlsin, kifayətdir. Bu arada bizim 2 may mənzərəmiz bu şəkildədir. Hələ biraz ərikdir, səhər vəbşi hər yer qar yemək olar. Mən artıq əsəbləşirəm dostlar. Həqiqətən bezdim, yəni may ayında da qar yağmaz. May ayında biraz gün görmək istəyir adam. Hər neysə, tortumuzu bişirək, biraz gözümüz, könlümüz açılsın bu. Və krem hazırdır. İndi istifadə eləmək olar. Tortu hər zamanki qaydada yığıram. Biraz krem sürdürürəm. 2 biskviti yerləşdirirəm. Biraz isladıram. Kremlə əlavə eləyirəm. Hər tərəfinə yaşca yayıram. Daha sonra ətrafını belə dairə çəkirəm bir dənə. Və bu meyvə püresindən içərisinə əlavə eləyirəm. Bunu ötən videoda göstərmişdim. Oradan sifariş eləmişəm deyə. Bunu da belə biraz düzəldirəm. Daha sonra eyni işləmi davam edirəm. Amma bundan öncə kənarına keksi bişirdiyim halqanı keçirirəm. Çünki istəmirəm krem axsın, istər-istəməz otaq şəraitində işləyirəm və otaq istidir, istər-istəməz krem isinir. Ona görə bu şəkildə belə bağlayıram və işləmlərə davam edirəm. Eyni şəkildə növbəti biskviti ehmalca yerləşdirirəm. Tortu bu şəkildə yığdım. İndi hələlik soyuducuda gözlədirəm ki, biraz özünü tutsun. Daha sonra üstün vəziyyəsi. Tort dinlənən arada yeməyi də bişirdim, çikolata yeməyini. Deməli, mənim rənglərim qutarmışdı. Belə deyim, kremi qatanda dəyişilirdi, yəni. Düşündüm ki, xarab olubdu yəqin, ona görə krem belə xarab olur, deyirlər. Nə deyirlər tam olaraq bilmirəm, krem xarab olurdu. Ona görə fikirləşdim ki, yəqin ki, rənglərdir. Çünki həmişə rəngi qatandan sonra elə bir şeylər olurdu. Və sadəcə fərqli otaq temperaturlarında oldu deyə ola bilər. Yox, yəni krem də normalda hazırlayıram otaq şəraitində və rənglər də otaq şəraitində dururlar. Yəni hamısı eyni temperaturda olurlar. Hər nəysə və bu qərara gəldim ki, rənglikdən o görə rəngi dəyişdim. Belə bir rəng sifariş eləmişəm, amma hələ heç birini işlətməmişəm. Görüyorsunuz şimdi sizden 10 tane de 2, 4, 6, 8, 10 tane de. Və mənim bu rəng kremlərdən heç vaxt xoşum gəlməkdir və hələ də xoşum gəlmir. Bunun rəngini dəyişmək istəyirəm, amma bilmirəm hansı rəngdə eləyim ki, yəni istərseniz ağ rəngin üstünə cəhrayı qatanda bilirsən ki, bu cəhrayı olasıdır. Amma bunun üstündə məsələn cəhrayı qatan bilmirəm nə rəngi olasıdır. Ona görə düşünürəm, görəsən çoxmu risk eləməsəmmi, ya belə oranjevı mı qatsam, yoxsa sarı mı qatsam, prosto bu rəng tonunu biraz itirmək istəyirəm, yəni. Bu arada kremim burada var, biraz da bu üstünü bəzəməkdən ötürü biraz götürmüşəm, prob üçün də deyək. Bilmirəm, qəşəng olsun istəyirəm, amma qorxuram da, ümid eləyirəm. Bura qədər videomu gətirmişəm, bundan sonrası bərbad eləmə nöqtədə deyirlər. Bunu deyəsən istifadə edəsiyəm. Amma üstünü tərəngləyəsiyəm, üstünü tərbəziyəsiyəm bu eləyəndən sonra heç bir fikrim yoxdur, amma burada mənim gözümə ağ rəng dəydi, vallahi. Gəlin bir də bundan azca götürək, ağ rəng qataq görək nətər olur. İnanmıram ağaracağına qətiyyən, amma nətər deyərlər, sınamaqda fayda var.
Yalan olmasın, düz 15 dəqiqədə əllərim falan da qızardı da bitər oldu. Qapağımı açmağa çalışıram, açılmır. Axırda hissənin tabanı üstünə, böğrünə, başına yazmırlar ki, nətə açılır. Sən demə yazıtdılarmış, mən oxumuram. Bəyaz suradı. Bıçaq zadı bəyaz suradım da. Yəni müharibədir. Yəni neysə, açdım axı. Görək nətə olasıdır. Heç bir ümidim yoxdur, dediyim kimi. Ama çok qəşəngdən tökülən yeri. Öz aramızda belə hər tərəfə yayılmaz heç olmasa. Yəni bu tək əlimdən tökməyə çalışım. Bir 15 dəqiqədə. Dostlar, bir şey diyeyim mi? Rənci yanmalar açtı. Bax. Fərq hissedirsiniz yəqin ki. Az tökmüşəm bu arada. Çox tökmədim. Çünki fikirləşdim, bir qarışdırdım, gördüm ki, ha olur. Fikirləşdim ki, başqa rəng əlavə eləyim. Ona görə də baxım nə rəng var maraqlı, onu əlavə eləyəcəm. Burada belə bir renk var. Hoşuma geldi. Bunu sineye görək ne tər olur. Bu ağartdığımın üstüne döşəsiyəm onu. Belə biraz tündümsü bir şey alındı. Əminəm ki, ağ kremin üstünə olsa daha qəşəng rəng alınasıydı. Amma mənim yəni kremimin rəngi bu rəng olduğuna görə tədiyəli diyalətin ki bu. Ona görə də bu şəkildə davam edirik. İndi tortu bəzəyəcəyim. Mən normalda iş yürəndə istəyirəm ki, heç nə əlimin altına bulaşmasın. Ve hal-hazırda kamera elimin altına dolaşır. Kameramı yerleştirip geçen bir yer tapmadım yani kameramı yerleştirmeye. Ama size de göstermeyi istedim. Ehmalca bunu çıkardım. Bir şey diyeyim size. Çok salikalı olandı. Hakikaten. Neyse. Rengi biraz daha çok əlavə elədim. Və belə bir şirin bir rengi alındı. Şimdi üstüne ilaveleyək. Biraz akışkanım. Kendimi çok karıştırdım, çok oynadım diye. Ama həlliliyəsi yox onda. Heç nədən qorxmağa gərək yoxdur. Soyuducuya qoyası yox. Sıraz tutasdı özünü. Çünki içərisində yağ var. Yəni nə qədər də ərisə soyuducuya qoyana qədərdir. Kenarlarını da bəzəyirəm. Kameranı söndürmüşdür. Şu dediğim bir şey bir elimin altında da kamera işləyə Bebeğim daha çıkıda. De. Mesajka xanımla qərar verdik. Красивая мама. Ставить красивые да. Я хочу сидеть. Üstüne dedik ki biz rozve elədik. Bir də belə 2 dənə yaşıl elədik. Biri açıq yaşıl, bir də tünd yaşıl biraz. Yarpaq eləyəsi yox. Və rozve. Bunu dolduraq. Paçetlərimizə və Да. Куда он надо? что такое не можешь давать? Такая сетка. Да? Кондитерская сетка. А что Вот это? такой. Вот такой мне дай там. Вот здесь открой. Анна. Почитай. Esra arasını işledim. Угу. Да. Спасибо. И еще одну ложку дай, пожалуйста. Что? Çayная ложка. Umarım cəhdəyəm lazımdır. Boş durmasın içimiz. Ve külün Я ortasında хочу olsun. бабочку только. Babuçka. А мне дайте бабочка. Бабочка, sen день рождения yanında будет, да? А сейчас я еду, мы тут готовим торт, да? Я еду. А у тебя день рождения? У меня? Да. Нет, у нее уже прошло. У тебя день рождения? Уже прошло у меня день рождения. А Теперь теперь можно их порезать. Вот так. порезать. Yok ayağı. Ha, onları ha порезать düz değil. Да. Valla. Tortu bəzəmək можно, elə deyirdim. Bunun ucunun beləsini kesək. Чтобы как yarpaq olsun. Rusça seviyem. Bu şəkildə danışırıq. Yarın ondan, yarın bundan. Поехала? Порезalım. Bu olsun yumru, çiçeği ucu. Olsun yumru. Как он такой получился? Hı? А как он так получился? Mama yazalım. Вау! Да, Videomuza bu şəkildə davam ediyoruz. Çünki reçel kesin. Buraya şimdi yazaq. Neydi çıxdı?
Ой, я хочу попробовать. А я хочу попробовать. Videonu saxlayayım, Esra'nı göndərəm, avdan çəkim, sonra görüşək. Çünki vəziyyət budur. Və tort hazırdır. Bu şəkildə bəzədim. İndi göndərim soyuducuya, biraz da özünü tutsun. Что, готово? Katova. Тучек, смотри. Вау, будем гулять. Və indi ən önəmli bölüm tortumuzun kəsilməsi. Это мне. Да. Çox qəşəngsən. Qatlarını sizə göstərmək istəyirəm. Çox qəşəng alınıb həqiqətən. Düzdür, uşaqlar уже dözmürlər, amma göstərmək istədim sizə də. Клубника. Клубника. Да. Это малиновый, не клубника. С малиной это. Вкусный? Айди vermədi o xabda, aydı daha verir. Nə aydı? Kuş. Kuşay. Sen tortunda iyi. Bura. Buranın stol üstünde. Bak gölühani yiyecək. Daha oturan kimi güləcəyi yeməyə başlayır. Bəs dəymə. Bizə də axır ki, Yasəmən çatdı bu arada. Я всем Я съебал. И я всем цветы. Sivetin niye yiyəcəksiniz? Nətərdir tort? Вкусно. Çok lezzetli. En ciğerim. Ayda dişi bir. Варенье. Ay diye biraz bir akılsın. Var yeni ya. Да. Kuznayım. Варенье. Ay Allah çok tatlı. Ağzına krem de diye saldı da bilmiyorken tatlı yere horadı. He anlamır. Sonra bunlar şimdi yalıya sütümünü. Kalan kremlerin hamısı yiyiktiler. Bu şey. Evet bu yiyoruz. Beğendiniz tortu. Açım kuznaydım. Да. Bak baba götürür. Evet. Hadi deyim merak koy. Dediyim için bu arasına çəkəcəyim xüsusi dad katı dəqiqətən, amma gələn səfər mango makaron falan da denemək istəyirəm. Möhtəşəm olmasına əminəm. Quz. Əsgər də bugünkü münasibətlə babuşkasını avdan çıxartmır. 2 aydan deyilən rojdeniyasıdır bugün. Taxcam deyil. Mesela da platyasını çıxartmır. Platyası qalxıbdı stolun başına. Ay Diçka xanımın ayağını qeyd elədik. Səhər tezdəndən, səhər 9 olmayıb da hələ hal-hazırda olmuş. Biz hazırıq hər şeyimiz. Videomuzu çəkdik, şəkillərimizi çəkdik. Hə? Tort yedik, Asya deyir, tort yedik. Nə? Çünki bizim səhərimiz belə lap tezdən açılır. Bugün həftənin 6-dır səhv eləmirəmsə. Saat 6 idi, mən уже oyanmışdım. Yani üst gözümden görüyorsunuz ki saat işte oyanmışam. Sen o bezenekte kurtarmışam. Çinleri çaşı kurtarmışam. Tortumuzu da yiyip kurtarmışam. Yani 15 yaşımdaki mən bu günümü görsə inanmazdı. Külviyə saat 6'da durub o qədər iş görəsi herhalde. Tortumuz həqiqətən aşırı dadlı idi. Mən bu günə qədər öz bir şey deyim tortlar arasında belə bir tort yeməmişdim. Düz dadlı olurdu amma o içərisinə tökdüyüm cem ekstra bir dad vermişdi. Həqiqətən çox bəyəndik hamımız. Uşaqlar da orada patlayıdılar, bir təhər olmuşlar. Məsələn, Əsgər doyandı da orada yemir də, saxlayır boş qabında ki, daha doydu. Amma bu o qədər dadlı idi, patlamağımıza mən yedik o dilimi axıra qədər. Də, şimdi sus yalancını deyil, şahidi yanında olar. Belə, çox qəşəng idi, mütləq hazırlamalısınız. Biskvit də aşırı dadlı idi. Mütləq siz də hazırlayın, dadına baxın. Əmin ola bilərsiniz ki, yəni həqiqətən peşman olmayasınız. Belə bir dadı kəşf elədiyinizə görə. Yəni içərisinə o cem olmasa belə, düzdür onun daha ekstra dadı qatır, amma o olmasa belə yenə də dadlı alınır. Biskvitin dadına çatan olmazdı yəni. Bir Markovna biskviti mən çox xoşlayıram. Bir də bunu. Bu Markovna biskviti hər dəfəsində deyim, yenə də deyəsim çox adama qəribə gəlir ki, Markovlu tort nətər olası da. Mütləq sınamalısınız. Həqiqətən möhtəşəm alınır o da. Bu da yəni qozlu olduğuna görə gözüm aydı da qaldı. Çox apasına hərəkətlər eləyir divarın təpəsində. Bu da qozlu olduğuna görə ekstra bir dadlıdır. Belə çox təriflədim tortu. Siz bişirin, siz tərifləyin. Anam deyir özü elədiyi şeyi tərifləməz. Amma məndən başqa kim tərifləyəzdim. Nə Əsgər hələ ki tərifləyir biləcəkdə. Обалдеть! Eşitdiniz o şimdi. Neyse. Обалдеть! Minnətdarım Əsgər. Sən sayəndə biz köşəyə dönəsi yox deyəsən Əsgərə bu gedişlə.
üstündə ha özdə. Abaldetdə öyle ama heyl eləmək öz sizin. Orada. Abaldet. Spasibo. Abaldet. Spasibo. Sağ ol elə deyə hamıya. Sağ ol nənə. Çoxdan bağlamışsınız. Abunə olun kanala. Abunə olun. Пока, Ida. Пока. Gələn ay görüşər o qaç günündə. Gələn aşağı, gələn aşağı ya. Çıraq gəzdirə biliyorsa, dişi qıcadı. Пока elə, пока. Vudam. Sağ olun dostlar. Все, o tərəfə çörük dediyi sağ ol. Gələn videolarda görüşərək. Sağ ol. Sağ ol.